Və burada çox vaxt o ölüm işləri olanda, ali məhkəmə, bu icra işləri olanda gəlib burada baxırlar. Və mənim üçün ona görə əzizdir ki, həmin otaqda məni vəkilliyə qəbul edirlər. Və heç vaxt bir gün də olsun peşman olmamışam ki, bu sənəti seçməyimə görə. Və əgər o adam ona öz sirrini etibar edib, bir-birlərini başa düşsünlər. Biz vərdiş eləmişik, bizim üçün belə öyrəşmişik. Amma orada müəyyən bir məsələlər var da. Bir də görsün gəlir deyir ki, mütləq və mütləq bu işdə mən bəraət almalıyam. Bir də görsün məhkəmə gedir, kiminsə hüquqlarını müdafiə edirsən, deyir ki, nəyə görə birinci sualı siz vermədiniz? Biz məhkəmədə lap tələbə yoldaşımız da olsa adı ilə müraciət edə bilməyəcəyik. Çünki onların gözündə vəkil hər şeydir də. Ən əsas odur ki, ona müraciət edən adamı bir dənə mənim baxmağımla biz gözlə bir-birimizi başa düşmüşük ki, hansı məqamda nə demək olar. Qaçmasın deyə dedilər ki, ayaqqabılarının şnurunu aç. Bu adam bir anda dəyişildi üzü. Kim nə deyirdisin? Hətta var 3-4 dəfə həbs olunan adamlar da hələ deyir, mənim üçün cavan gəlin ölmüşdü və onun ərini həbs eləmişlər. Siz onun saçını yudub belə baxdı, deyir, evinizi gördüm, pul soruşuram da mən. Birdən-birə gözün qabağında alıb bıçağı, o bıçaqla da ona vurur, dayanmadan. Və bir müddətdən sonra mən bir dəfə metro uçurdum, bir gün biri qışqırır, vəkil xanım, vəkil. Mən fərqlərini də müdafiə eləmişəm, naziri də. Daha bundan artıq mən eşidə bilmərəm.